Salam değerli həmvətənlər, salam değerli izləyicilərimiz, hər birinizi xoş gördük. Manat ölüb, nisiyə yoxdur. Və bu nisiyəsi olan hər kəsə Allahdan rəhmət diləyirik. O rəhməti ki, onlar elə bu dünyada qazanıblar. O dünyaya aparacaqları yalnız rəhmət yox, rəhim ət olacağını da arzulamaq zorundayıq. Çünki ətsiz o dünyaya getmək, elə bu dünyada da zülüm çəkib, o dünyada da zülmü onun üzərinə əlavə etmək qədər zor bir işdir. Biz isə zor işlərdən kənar olduğumuzu nəzərə alsaq, rəhim ətlə o dünyaya getməyin daha məqbul variant olduğunu seçirik. Əziz həmvətənlər, dəyərli dostlar, bildiyiniz kimi bizim canlı yayınlarımız hər zaman olduğu kimi Facebook və YouTube platformasında yayınlanır. Odur ki, yeganə bizə edəcəyiniz yardım, bəyənib, paylaşmaq və kanalımıza dəstək olmaq istəyən bacı və qardaşlarım bizimlə birgə olmaq şansımızı bizdən əsirgəməsinlər. Çünki bizim nə oliqarxlar qədər maliyyə imkanlarımız, nə dövlətin başında, ayağında, ortasında, nə bilim, harasında duracaq qədər güclü məmur dayımız, nə də yığdığımız pul kütləsi var. Siz bilirsiniz ki, həmin o oliqarxik sistem və Rusiyanın bizə soxuşturduğu bu hakimi niyyət vətən deyəndə yalnız yığdıqları pulun məbləğini başa düşürlər. Bizimsə sizdən başqa yardımımız yoxdur. Hər zaman olduğu kimi bu canlı yayımın da bələdçisi sizlərdən biri. Elə rəhim ətlə gora getmək istəyən, nisiyə dəftərlərini bu dünyada qapadıb, o dünyada açmaq ümidi ilə mətləb həsəllidir. Dəyərli dostlar, günümüzün qonağı, günümüzün dəmi, dəmxoş olmaq istəyən kəsimi, dəmlənmək üçün və öz dəmimizdən istifadə etmək üçün dəm başına dəvət edirik. Qonağımız isə bir zaman artıq sizinlə biz bu barədə söhbət etmişdik, Salman İmanlıdır. O Salman İmanlı ki, artıq günün dəmindən dəmxoş olaraq ürəyində müəyyən bir problemlər yarandı və şükürlər olsun ki, o problemlər həll oldu. Və biz də söz vermişdik ki, Salman bəylə ilk müsahibəni də biz götürəcəyik. Elə bəri başdan sizlərin də öz adından da Salman bəyə təşəkkür edək ki, bizim çağırışımızı yerə salmadı və Ümid Partiyasının Gəncə Şəhər Təşkilatının sədri Salman İmanlı yenidən bizimlə, yəni Turan Eli TV-nin izləyiciləri ilə birgə bu yayıma qoşuldu. Dəyərli dostlar, əziz həmvətənlər, biz də dövlət başçısının dediyi Azərbaycan görmək istəyirik. Və mən elə dövlət başçısının öz o çıxışını sizlərlə bölüb, daha sonra Skype bağlantı otağına keçmək fikrindəyim. Buyurun. Biz nə istəyirik, elə dövlət başçısı da onu deyir. Sahibkarlara yönəlmiş o çirkin əllər gərək kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının nümayəndələri, rəhbərləri imkan vermirlər. Xüsusilə bölgələrdə Axşamınız xeyir Mətləb bəy. Kimsə bir balaca iş qurursa, gəlirlər, zəli kimi yapışırlar bunun bədənindən, sorurlar onun qanını. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcək. Bu mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar və siz nazir kimi çalışmalısınız ki, hallara yol verilməsin. Əgər yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək. Vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları, yəni bu
cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin media nümayəndələrinin çox böyük rolunuz var bu sahədə və deyə bilərəm ki, mən bəzi hallarda xoşa gəlməz hallar haqqında sizdən öyrənirəm. Sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir və deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları... Salam, Salman bəy. Bir daha sizə təşəkkür edirik. Bizimlə canlı bağlantı yaradıb. Mövcud problemlərin çözülməsi ilə bağlı dəyərli fikirlərinizi bizimlə bölüşəcəksiniz. Və elə o fürsəti fövdə verməyib, yəni zamanımıza çox ehtiyacla duyduğumuz bir zamana o, necə deyərlər, xəstlik edib izləyicilərimizlə salamlaşın və dərhal suallarınıza keçək. Buyurun bəy, söz sizdə. Axşamınız xeyir, hörmətli Mətləb bəy, çox dəyərli, sevimli, həmişə bizimlə olan Turan TV-nin sadiq izləyicilərini salamlayıram bir daha. Hər birinin axşamı xeyir olsun, günü uğurlu olsun, Allah ruzu bərəkətini bol eləsin. Mən də xeyli fasilədən sonra Obyektiv Səhiflər Ucbatından özümüzün doğma Turan kanalında çıxış etməməyimi bilirsiniz. İzləyicilərimiz də bunu çox gözəl bilirlər. Şükürlər olsun ki, bugün artıq ayaqdayıq. Sağlamlığımızı bərpa eləmişik və təbii ki, təkcə Turan üçün yox, həm də bunun 10 minlərlə olan izləyicilər üçün darıxmışıq və hər birini xoş gördük. Bugün hesab edirəm ki, mən inşallah görüşümüz çox maraqlı olunacaq və bu görüş ərzində bir-birimizin maraqlı fikirlərimizlə tanış olacağıq. Siz dediyiniz kimi yaralı Azərbaycanımızın, çox problemli Azərbaycanımızın gündəlik durumunla bağlı bəzi söhbətlər edəcək və bu söhbətlər ərəfəsində bir-birimizin bilib-bilmədiyimiz şeyləri bir-birimizdən öyrənməyə çalışacağıq və mən bütün Turan tamaşaçıların hamısının bir daha bugünkü verilişi bəyənmələrinin, paylaşmalarını və daha çox izləyicilərin izləməsi üçün bu borcumuz olan bu addımlarımızı atmamızı hamısına tövsiyə edirəm və hesab edirəm ki, bugünkü görüşümüz çox yaxşı olacaq və bir-birimizin suallarına, bir-birimizin maraqlarıyla tanış olmaqla Azərbaycandakı problemlərin çözülməsinə çalışacağıq. Bir də axşamınız xeyir olsun, Mətləb bəy, xoş gördük sizləri. Sizlərlə biz də sizə təşəkkür edirik və yazan Ramiz Orucov və eyni zamanda Cavanşir bəyə də təşəkkür edirik. Bəli, Cavanşir bəy sözün həqiqi mənasında yəqin ki, çünki bizim dəmimiz öz dəmimizdir və Cavanşir bəyə də buradan təşəkkür edək mesajına görə hər birinizin qarşısında baş əyirəm, əlləriniz var olsun. Hər halda maraqlı bir müzakirə olunacaq və elə ilk sualım da ölkə daxili, yəni bizim özümüzə ova bilməyib, kənardakına ərişdə kəsməyimiz biraz bizə aiddir. Ona görə ilk olaraq öz umacımızı ovmağı öyrənək ki, kənarda kimlərəsə o hakim niyyət kimi deyir, elə öz daxilimizi. Salman bəy, artıq o başlığa verdiyim bir kiçik bir rolik yığmışdım. Manat örüb nisiyə yoxdur. Elə bu mövzudan başlayaq. Niyə bizdə bu qədər bahalaşma və artıq millətin belini sındıracaq, yəni o lol ilə desə, millətin belini qıracaq bir səviyyəyə gəldi. Axı biz də ölkə başçısının dediyi, o sizin dediyiniz fikirlərdir. Biz də belə bir Azərbaycan görmək istəyirik. Biz başqa bir şey görmək istəmirik ki. Buyurun bəy, söz sizdə. Bir də axşamınız xeyir olsun, hörmətli Mətləb bəy, dəyərli dostlarımız Cavanşir bəyi və o cümlədən Ramiz bəyi, o cümlədən digər bizi izləyən və bizimlə təmasda olan bütün izləyicilərimizin hamısını salamlayıram. Hər birinə ayrıca təşəkkür edirəm. Amma Ramiz bəylə Cavanşir bəyi həm də birbaşa tanıdığımız üçün onlara xüsusi olaraq təşəkkür edirəm. O cümlədən mən hesab edirəm ki, yəqin ki, bizi xeyli izləyən var və onlar da bugün bizə bugünkü Azərbaycanın problemləri ilə bağlı məhz sizin
verdiyiniz suala uyğun olaraq sualları qoyub, Azərbaycandakı gedən problemlərin səbəbləri və bunun kimlərin tərəfindən törədilməsindən bağlı fikirləri öyrənməyə çalışacaqlar. Bugün Azərbaycanın çox həssas bir devridir bəy. Yəni, onu demək istəyirəm ki, Azərbaycan həqiqətən də 6 il bundan qabaq ərazi bütövlüyünü bərpa eləsə də və sizlərin də kanalda dəfələrin dediyiniz kimi, o cümlədən digər kanallardakı dəyərli dostlarımızın etdiyi çıxışlardan da göstərsək də biz düşmənə qalib gəldik, torpaqlarımızı işğaldan azad etdik. Amma daxildə olan korrupsiyaçılara, daxildə olan ölkənin sosial vəziyyətini bilərəkdən pozan olan düşmənlərimizə. Mən sadəcə olaraq elə bir ağır ifadə işlətmək istəmirəm. Onda bir ola bilirsin, sual verə bilərlər ki, düşmənsə onları nə üçün siz belə deyək, bizim ərazi düşmənlərimiz olan, torpaq düşmənlərimiz olanlar kimi onların cavabını verə bilmirik. Yəqin ki, hələ ki onlara gücümüz çatmır. Amma daxildə Azərbaycanın pisliyini istəyən, daxildə Azərbaycanın bilərəkdən sosial problemlərini daha da qabardan, daha çox dərinləşdirməyə çalışan vətəndaşın problemlərini həll edilməsində birbaşa maneçilik törədən xüsusi korrupsiyaner bir qrup var. Və siz də dediyiniz kimi, ölkə prezidenti də dəfələrlə özünün çıxışlarında deyir ki, mən korrupsiyanersiz, korrupsiyasız Azərbaycan görmək istəyirəm. Və mən də sizin verdiğiniz başlığa uyğun olaraq mən də təbiətən Azərbaycanda həqiqətən Azərbaycanı çox sevən bir insan olduğum üçün mən də korrupsiyasız bir Azərbaycan istəyirəm. Necə olur ki, biz 30 il erməni tapdağı altında qalan, o cümlədən erməniyə dayiq olan bugünkü azğın Rusiyanın, o cümlədən bəzi Avropa dövlətlərinin, o cümlədən özümüzə dost hesab elədiyimiz bir çox Avropa dövlətlərinin də dəstək verdiyi düşmənə qalib gələ bildik. Hələ 27 sentyabr 1920-ci ildə prezidentin xalqa müraciətindən sonra yadınıza gəlirmi? Ondan bir gün sonra minlərlə adam, 10 minlərlə adam meydana axışdı və müharibədə həqiqətən torpaqlarımızın işğaldan azad olunması üçün sinəsini qabağa verdi və birbaşa ölkə prezidentinə müraciət elədi ki, biz həqiqətən torpaqlarımızı işğaldan azad etmək istəyirik. Biz buna qadirik, biz buna bacarırıq. Və bunu da etdik. Şükürlər olsun ki, 44 günlük müharibədə düşmənə qalib gəldik. Hətta heç yuxumuza girməyə biləcək bir səviyyədə olan bugün düşmənin uzun illərdir açığı deyək belə Xankəndini belə ermənisizləşdirdik. Bugün Xankəndinə mən özüm bu yayda səfər etdim. Siz də sosial şəbəkədə bunu izlədiniz, fikirlərinizi bildirdiniz. Mən yayda hörmətli dostlarımızdan birindən, Eldar Bəyasanovla Xankəndində oldum. Xankəndə gəzdim. Bilirsiniz nə qədər quru hissə keçdim. Bilirsiniz nə qədər Azərbaycan ordusuna minnətdar oldum. Bilirsiniz nə qədər Azərbaycan ordusunun bugünkü ali başkomandanı olan ölkə prezidentinə minnətdar oldum ki, şükür o torpaqlarda biz gəzə bilirik. Amma baxın, bugün nələr olub. Bugün bax, sizdən də, bizdən də işlədiyimiz kimi, hətta Şuşa qalasına doğru olan gedən yolda belə cərmələr tətbiq edirlər. Güya bir tərəfli yol getmək lazımdır. Bu xalqı cərmə ilə hara çəkirsiniz? Bugün 400 manat minimum əmək alan hər hansı bir vətəndaş bunu fikirləşirsiniz ki, bu qədər cərmələrlə, bu qədər bazarın bahasılığıyla bu insanlar cərmələri nəyin ödəyəcək? Evini satmalıdır, eşini mi satmalıdır, gedib kimdən mi borc almalıdır? Onsuz da banklara olan insanların borcu, onsuz da bazardakı fantastik qiymətlərin qalxması. Bu 400 manat minimum əmək alan insan necə donansın? İndi biz hər dəfə deyirik ki, güya bizim mərkəzim kəndimiz olan Bakıda nisbətən insanlar çalışırlar, amma regionlar bizim nə qədər gedir? Azərbaycanın mənəvi paytaxtı olan Gəncədə, bizdə bir Gəncəlik, mən Gəncədə doğulub böyümüşəm, görürəm. İnsanların vəziyyətini bilsin nə cür çətin olduğunu biz hər gün görürük. Mən üzr istəyirəm Mətləb bəy, hörmətli izləyicilərimizdən də mən üzr istəyirəm. Dəfələrlə də bizim canlı görüşlərimizdə, təmaslarımızda söhbətlərimiz olur. Valla mən bu görkəmdə şəhərə çıxa bilmirəm. Şəhərdə mənim də istirahətim olur da, deyək ki, gedirəm, mən də bir insanlarla şəhərin Xan bağında mı, hər hansı bir ərazisində, bir çayçıda insanlarla görüşüb, oturub söhbət edib, onlarla təmas qurmaq istəyim olur. İnsanlar bizi damısı nədənsə də şikayət edir. Sanki biz müxalifətçiyik də, mən də bir müxalifət təşkilatının, Ümid Partiyasının Gəncə şəhər təşkilatının sədri kimi dəfələrlə sual verirlər. Hörmətli Salman müəllim, hörmətli Salman bəy,
və yaxud da ki, ay Salman dayı, Salman əmi, bu işlərin axırı nə olacaq? Bizim peşəmiz müxalifətçilik, bu peşə deyil. Bugün biz sadəcə müxalifət təşkilatının tərkibində olan rəsmi olaraq onun yerlərdə nümayəndələriyik və yerlərdə mən deyək ki, bir müxalif təşkilatın Gəncədə rəhbəriyəm. Məni kimi Gəncədə digər partiyaların da rəhbərləri var. Amma bu bizim üçün peşə deyil. Amma bugün Azərbaycanda müxalifətçilik artıq insanların canını hopub. Bunu bilirsiniz nədir məcbur eləyən? Bugün ölkənin o korrupsioner məmurlar ordusunun apardığı səhv siyasətdir. Səhv iqtisadi, sosial siyasətdir. İnsanlar çox çətinlik çəkir, Mətləb bəy. Bəli. Mən belə deyək, öz arabamla hərlənsəm də çox vaxt ictimai nəqliyyatdan istifadə edirəm. Piyada gəzirəm, həm də mən öz istəyirəm də, siz bilirsiniz, hörmətli izləyicilərimiz də bilir. Yeri gəlmişəm, mən təşəkkür edirəm sizə, dəyərli izləyicilərimizə, mənə olan dəstəyə görə, mənim 6 ay pasteldə Yarğan döşədə yatan dövründə ürək ağrısından, daha doğrusu ürəkdən mən açıq əməliyyat olundum. O dövrdə mənə verilən dəstəklərə görə siz də olmaqla dəyərli dostlarımız, müxalifətdən, iqtidardan olan dostlarımız, o cümlədən cəmiyyətdən olan dostlarımız hamısına bir təşəkkür edirəm. İnsanı təkcə fiziki əməliyyat sağaltmır, insanı həm də mənəvi bir istək sağaldır. Bizim izləyicilərimizin, dostlarımızın, siz də Cavanşir bəydə, Eldar bəydə, Yunus bəydə, sonra digər orada olan bizim doktorumuz, dəyərli doktorumuz Fuad həkimdə. Bugün də mənim o belə deyək, əziyyət çəkdiyim əməliyyatdan sonra çəkən bədənimdəki əzələlərimdə olan sinir ağrılarının, bizim dəyərli dostumuz, hər birimizin ayrıca dostumuz olan Fuad həkim məni bugün də müalicə edir. Məni kimi adam, müxalifət təşkilatının sədri, heç olmasa az çox pensiya alıram, partiyadan maaş alıram. Mən dərman pulu tapamayandan sonra, bu cəmiyyət neynəsin? Mən onlarla yox, yüzlərlə adam axtarıram. Hər gün Gəncədə parkamı çıxıram, hər gün Gəncədə insanlarla oluram, bazalına gedirəm, Paşirokiya gedirəm, Gəncəmizin müxtəlif yerlərində oluram, insanlarla oturub dururam. Bir də yanınıza gəlib bizim hörmətli dostumuz Haqani bəy də, siz də bir yerdə oturmuşdunuz. Bu birinci mikrorayon var Gəncəmizdə. Oraya gələn dedi Şahid Salman bəy, incənə sizinlə ayrıldıq. Amma orada da mən birinci mikrorayonda Şahidçidə cəmaatla oturub söhbət edirdim. İnsanlar hamısı şikayətçidir Mətləb bəy. Bəyən bu bazarlardan bu oliqarxlar, bu varlı məmurlar istifadə eləmir. Bunun axırı necə olacaq? Bilirsiniz bəy? Tanımırlar Ağa bəy. Bəli, siz də olmaqla bəy, dəyərli dostlarımızın televizorda çıxışı ilə müxalifətçi dostlarımızla çıxışı var. Bunlar elə bilir ki, bu rejim elə qurulub ki, bu rejimi elə qurublar ki, yəni bunu heç bir zaman dəyişmək mümkün olmayacaq. Heç bir şey sonsuz olmur bəylər. Sovet qurulmuşdu bəy, o cür qurulmuşdu. Hər şey dəyişkəndir. 16 il hakimiyyətdə olan bizə bugün də özümüzə qardaş hesab edilədiyimiz Macaristanda hakimiyyət dəyişmədi mi? Bəli. Yumruqla dəyişdilər bəy. Meydanlara çıxdılar, dəyişdilər. Xeyr. İnsanlar nə həyat ki başa düşdülər ki, bu hakimiyyətdə olan bu korrupsiyoner rejimin dəyişmə zamanı gəlib çatıb. Yəni insanlar bilirsiniz, su da 99-90 dərəcə, 92-95 dərəcədə qaynamır. Görürsünüz ki, üzr istəyirəm də, çaydanın ağzını açsan, su görürsən ki, köpərlənir, amma qaynaq vermir də. Elə 100 dərəcə çatında qaynayır. Görünür bugün 100 dərəcə çatmayıb. Azərbaycandakı sosial situasiya, sosial gərginliyi o dərəcə çatmayıb. Amma bu gəlib çatacaq. Bugün insanların gəlib qapısının ağzında, mən üzr istəyirəm, kiminsə də dükanının özəl bir obyektinin qarşısına gəlib xəttlər qoyurlar və deyirlər, buradan biz vergi alacağıq. Bugün Azərbaycanda ləğv olunması gözlənilən və lazım olan bir çox müftəyən idarə müəssisələr var, bir çox nazirliklər var. Və elə çox şükürlər olsun ki, bunun çoxsu ləğv olunur, ikisi birləşdirilir. Amma nə qədər ləğv olundursa, köbələk kimi böyürdən biri də çıxır. Baxırsınız Azərbaycan nədir? Birini ləğv edib, beşini yaradırlar. Bax, indi Vergilər Nazirliyi, sonra evlərin, yəni belə qəbələ idarəsi deyirlər də, o idarənin, bir neçə idarə birləşdi bugün İqtisadiyyat Nazirliyinə. Amma mən üzr istəyirəm, həm Nəqliyyat Nazirliyi var, həm Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi var,
həm deməli Səhiyyə Nazirliyi var, həm təbib var. Təbii. Bunlar nəyə lazımdır mən bilmirəm. Qida Hər idarəsi agentliyi. qərarlar verir. Bugün bələdiyyənin görməli olduğu işləri, bugün bələdiyyənin birbaşa səlahiyyət sahibi ola bilməsi vacib olan bir çox sahələrdə müxtəlif oliqarxlar var, müxtəlif sahələr var. Gəliblər qapısının ağzına 5 dənə qırmızı xətt çəkməklə ona cərimə yazırlar. Cərimə ilə dövlət büdcəsini doldurmaq olar. Ona mı qalıb bu Azərbaycan? Bu yeraltı yerüstü sərvəti olan neft. Nefti də bizim başımıza belə deyək, biz qara nə bilim nə elədir? Bəli. Bütün xalqlar sevinir ki, onların nefti olsun. Bütün xalqlar istəyir ki, onların nefti olsun, yeraltı yerüstü sərvəti olsun. Azərbaycanın şükürlər olsun. Bugün bizim dəyərli bir dostumuz Cavanşir bəy Gəncə haqqında, onun relyefi haqqında, onun digər belə deyək, tarixi ənənələri haqqında, sonra onun coğrafi relyefi haqqında nələr danışdı. Baxdınızsa sizinlə biz bir yerdəydik. Bəli, bəli. Aydın, bizim yeraltı yerüstü sərvətimiz var. Deyir, ataların bir məsələ var. Deyir, isinmədik istisinə, kör olduq tüstüsünə. Bu neftin qiyməti artır, Azərbaycanda da qiyməti artır. Çünki nə üçün? Azərbaycanda daxili məhsul, daxili istehsal sıfır səviyyədədir. Dəfələrlə mən demişəm, Mətləb bəy, görüşlərimizdə, çıxışlarımızda, sonra sosial şəbəkədəki paylaşımlarımda dəfələrlə deyirəm. Azərbaycan əgər bu cür gedəcəksə, dünyanın ən yerdə qalmış ölkələri birisi nədən zəifləyir? Çünki daxili istehsalı sıfır vəziyyətə düşür. Azərbaycan da həm vəziyyətə düşür. Azərbaycan kibrit çöpü belə istehsal eləmir. Azərbaycan adicə o bıraktığımız çaylar var, Lənkəran çayı. Onu qutuya dolduran belə deyək, nədir onun adı? Qutularını, onun içərisindəki o qızıl çeşitli şeylər ki var, qızıllar qoyurlar da, parça kimi şey qoyurlar çayda. Onları da biz xaricdən alırıq. Və yaxud da onları daha da istehsal vəziyyətini gətirib çatmaq üçün xaricdən bizlər nələrsə də alırıq. Təbii ki, neft bahalandıqca həmin o bahalanan neftdən Azərbaycan vətəndaşı yararlanmayacaq ki. Çünki bizim Azərbaycan vətəndaşı üçün lazım olan kartofudur, soğanıdır, yeməyidir, çörəyidir, unudur. Çoxsunu biz xaricdən alırıq. Onu biz bugün də Azərbaycana nə qədər xaricdən onu gətiririk. Bugün adicə kartof, mən çox üzr istəyirəm bəy, bazarda siz də məni kimi bir sosial səviyyədə çətin açıq deyəmək, qayğılarınız olan insansınız. Mən bugün dostlar tanıyıram, Mətləb bəy, dəyərli izləyicilər, əziz dostlar, ola bilsin, sizin içərinizdə imkanlı adamlar da var. Bəlkə də məni qınayırlar ki, Salman bəy niyə belə danışır? Ay qardaş, mən özüm də görürəm axı. Mən yenə də deyirəm, bu xalqın heç olmasa 5-3 nəfərindən nisbətən fərqli olaraq mənim evimə də 5 manatlı gəlir. Vallahi mən onu zorla özüm üçün də demirəm mən bunu. Heç zaman özüm üçün də bunu danışmaq istəmirəm. Mən bugün 1000-1500 manat təqaüd alan adamlar tanıyıram ki, dolanışları çox çətindir. Bircə qırıq, belə deyək, xərclərini tənzimləməsələr, gündəlik xərclərini tənzimləməsələr, 1000 manat evə girən nə puldur ki, bir 5 dənə toya gedəndə hərəsinə 100 manat, Gəncədə elə 100 manat salında, çünki şənli evlərin qiyməti 50 manatdan aşağı yoxdur. Elədim Mətləb bəy, siz də Gəncədə yaxın. Bəli, 50 manat hardadır, 50 manat. Yox, 5 dənə toya gedəndə artıq 250 ya 500 manat getdi. Birdən sənin qohumun toy edir, birdən sənin əzizin doğman toy edir. Bazara girmək olmur. Kartof bazarda 1 manat 30 qəpik. Digər məhsullar var, mən bazarlara gedirəm. Sonra bu digər sosial vəziyyətdən danışırıq mən. Bunun al marketlər var, digər marketlər var. Hansına gedirsən bəy? Bu ay aldığın şey, deyək ki, evi təqaüd gəlir də, təqaüdlə gedinəsə də alırsan. Gələn ana gedib alanda baxsan ki, onun qiymətində deyək ki, 10 qəpik, 12 qəpik, daha yuxarı şeylərdə 1 manat, 2 manat qiymətdə fərq edir. Bu da insanların cibinə girmə deməkdir. Və bu hardadır çiçəklərin Azərbaycan? Azərbaycan çiçəklərini nə bəy, amma çiçəyini bizdən qabaq onlar yorurlar. Yəni bizə vallahi yorulan bir deməli, onlar həmin o çiçəyin özünü yeyirlər. Hətta onun ətirindən bir balaca bu xalqın bəhrələnməsini istəmirlər. Mətləb bəy, yenə də deyirəm mən, doğrudan çox çətindir vəziyyət. Mən bunu populizm xətirə demirəm, vicdanım haqqı. Mənim uzun illər... Tamamilə doğru deyirsən. Yəni bu hakimiyyət toxun acıdan xəbəri yoxdur prinsipi ilə işləyirlər. Məsələn, bizdə bilirsiniz mağazalarda dəyərli həmvətənlər, mən Salman bəyin haqqına girirəm, söz haqqına girirəm, yəqin ki, mənə izin verər. Bizdə vitrinlərdə ət
kəm olmayacaq. Bunu yadınızda saxlayın. Bu hakimiyyətin öyündüyü yeganə bir şey varsa bolluqdur. Bilirsiniz niyə bolluqdur? Ona görə bolluqdur ki, o satılacaq ətin qiyməti qaldırılacaq. Çünki onu alan rəiyyət onsuz da ala bilmirdi. İndi daha da pis günə qalacaq. Bir zaman gələcək ki, ətə vitrinlərdə, muzey piştaxtalarında baxacaq. Bunu dəqiq yadınızda saxlayın. Nə qədər gec deyil, ayılın, ay millət. İllərdir, bax Salman bəylə biz bu studiyada Ramiz Meytiyevin o qılıncının dalı, qapağı, nə bilim, hər yeri kəsən vaxtı Ramiz Meytiyev haqqında nələr dedik. Amma bizim ağzımızı yuman bu şərəfsizlər, indi artıq biz yalan olmuşuq, bunlar gerçək olublar. Döşürlər Ramizə. Ramizin ayağından öpürdülər, Ramizin ayağının suyunu içirdilər bu bir qeyrətlər. Bu namusların ağzını alan şərəfsizlər. İndi Ramizə meydan oxurlar, ha kişi. Hansı ki biz Ramizin elə o kəsəkəs vaxtında onun nələr etdiyini bax bu studiyadan dəfələrlə yox, inandırıram sizi bəlkə də özümüz ağırlıqda. İndi yox, 8-9 il, 10 il bundan öncə biz buna münasibət götürmüşük. Və bugün də onun kimi. Salman bəy, sizə daha bir sual verim. Yəni bax, siz bayaq qeyd etdiniz ki, o belə deyək də əhalinin sosial durumu pisdir. Çünki bizim bu hakimiyyətin o belə deyək, hər zaman qeyd etdiyi bir məsəl var, deyil. Əgər vəziyyət pisdirsə, əhali niyə qalxmır? Salman bəy, bir siyasi partiyanın nümayəndəsi olaraq əhali nədən qalxmır? Yəni mən oponentlik edeyim də sizə. Çox yerində verilən sualdır Mətləb bəy. Özdə biraz ağırlı sualdır Mətləb bəy. Elə dəfələrlə mənim dərdimdə, sərimdə o ürəyimdən ürəyimin 4 damarının 4-ünün də tutulmasına səbəb elə bunlardır. Çünki dəfələrlə sizlər də sual edirsiniz ki, sən ki sağlam adamsan, az-çox sağlamlığını gözləyən adamsan, belə deyək, siqaret çəkmirsən, mən içkidən istifadə etmirəm. Bəs nədən olur? İnsanın çəkdiyi belə dərdlərdir də bəy. Bilirsiniz nədir? Azərbaycanda insanları bayaq dedim də, o müxalifət ruhlu belə deyək, gəlib çıxmasına səbəb bugünkü durumdur, bugünkü rejimdir, bugünkü oligarxik sistemdir. Hansı ki, onlar gətirib çatdırırlar. Və həm də bəy, mən həmişə demişəm, özə partiya olaraq bunu bizim sədrimiz də dəfələrlə deyir, bizdən şəxsi görüşlərində, çıxışlarında, digər şeydə. Azərbaycanda seçkilərdə bəy, bu iqtidar bilmənalı şəkildə maraqlıdır ki, əksinə insanlar seçki haqqında bilgilənməsin, seçki ilə bağlı maariflənməsinlər. İnsanlar seçkiyə gəlməsin. Digər ölkələrdə deyək ki, bunların qalibiyyəti bunun üzərindədir bəy. Bəli də, hə. Çünki insanları seçki yolunda maarifləndirdikcə, insanları seçki yolundan hakimiyyət dəyişikliyinə inandırdıqca, bugün cəmiyyətdə də var ki, insanlar, bilsin nə deyirlər? Mən bu sözü də deyim, elə bugün də bir dostların söhbətdə də həmin şey dedim. Mənim də bir dostum var, mənə də bir sual verdi, daha doğrusu sual vermədi, sualıma cavab verdi. Bəzi şeylər dedi, mən də ondan söhbət edim. Dedi, aslında mümkün deyil, bu 25-30 illik hakimiyyət belə, idarəlik belə də gedəcək mümkün deyil. Dedim, sən çox təhlükəli adamsan mənim dostum. Necə? Dedim, sən bu millət üçün nə gün arzulursan mən bilməm, necə dəyişmək mümkün deyil. Macarıstanı misal çəkdim, söhbətimin əvvəldə demişdim. Dəyişməyən heç bir şey yoxdur. Sadəcə insanları seçkiyə yandırmaq lazımdır bəy. Macaristanda insanlar gedib yumruqla, şapaqla, küçələrə çıxmaqla hakimiyyət dəyişmədilər. Özü də Orban kimi adam çıxdı, özünün belə deyək, yerinə seçilən adamı təbrik elədi. Belə bir mədəni insanlar gəlsə, vallahi bunu eləmək olar bəy. Çünki, bax görürsünüz bəy, 26 il Mərkəzi Seçki Komissiyasının sədri olan Məzar, nədir o? Məzar Pənahovdur da, elə deyil. Məzar Pənahov, bənim kanunla yerindən seçildi. O günü bizim sədrimiz İqbal bəy də dedi. Çox təəssüf ki, seçki partiya prinsiplərindən deyil, iqtidar müxalifət arasında bölünmə prinsiplərindən deyil, şəxslərə olan daxili inam və onların o prinsiplərdən keçirilir. Məzar Pənahov 26 ildir Mərkəzi Seçki Komissiyasında əyləşib. Bugün Gəncədə də bütün seçki məntəqələrində olan insanlar o cür olacaq. Ən yaxşılarını deyirəm, bəy, mən bu üzrəşirəm, mən onların dalınca danışmıram, bunu onların özlərinə demişəm və buradan da elan edirəm.
Söhbət bizim şəxsi dostluğumuzdan getmir. Mən hər birinizdən dost ola bilərəm, qardaş da ola bilərəm. Amma seçkini saxtalaşdırmağı siz birbaşa sizə tapşırırlar və siz də bunu eləyirsiniz. Bizə 40 şey var ki, başlayırlar ki, Salman bəy filan şey falan oldu, falan oldu. Salman İmanının neyini yesədi bəy? Salman İmanının ətrafında sizlər də yaxşı bilirsiniz. Gənclər var, nə qədər insanlar var, bütün seçkilərdə mən iştirak etdiyim seçkilərdə hamısında qalib gəlmişəm. Və hamısına deyirlər ki, siz fəxri ikinci yerə çıxdınız. Ay kişi, mən başa düşə bilmirəm. Mən ikinci yerə yox, laf birincidən sonraki addımdan gəlim. Onun nə xeyri var? Mən orada seçilməyəm. Qutudan kim çıxdı? Bununla mənə təsəlli mi verirsiniz? Və ya da ki, məni ovundurmağa mı çalışırsınız? Mən bir dəfə 10-cu ildə həmin bu seçkilərdə uddum, Qarabağ blokunun namizədi kimi seçkilərdə uddum. Avropa məhkəməsinə, İnsan Hüquqları məhkəməsinə kimi getirib çıxdım. Bax, indi bugün həmin proseslərdən istifadə edən, həmin proseslərdən məlumatlı olan adamlar deyir ki, Salman bəy sənə dedilər, zəng elədilər mi, şey dedim, şu dəfələrlə təzyiqlər oldu mənə. Məktəb bəy, əziz izləyicilərim, dəyərli dostlar, Durani TV-nin izləyiciləri, biz nə qədər təzyiqlər oldu? Hər yandan ki, Salman bəy, siz iddianızı geri götürün. Avropa məhkəməsi sizə nə verəcək? Kompensasiya, onu kilo-tuşqa sizə verir. Dəfələrlə oldu. Amma mən bunu imtina elədim. Getdim Avropa məhkəməsinə çıxdım və Avropa məhkəməsində mənə kompensasiya verdi. Baxmayaraq ki, artıq o qərar qəbuluna kimi parlamenti ki, vaxt tutarmışdı 15-ci ildə. Mən deyək, parlamentdə əyləşə bilmədim. İndi yalandan bir mandat verdilər ki, sən seçildin, səni qoymadılar. İndi öləndən sonra bu Azərbaycan xalqı onu qiymətləndirəcək ki, belə bir insan oldu. Uzun illər Azərbaycanda, onun gəncəsində mübarizə apardı, parlamentdə uddu, seçildi, Avropa məhkəməsi təsdiq elədi, amma bunu hakimiyyət qoymadı. Xalqım, ayazı cəmaat, siz aktivləşməyiniz bizi nədir? Mən demirəm, siz əlinizə pedi alın, gedin cəmaatın başına vurun. Yox, seçkilərə gəlin, seçkilərə inanın. Vallahi, bu ölkədə keçən bir dənə seçki, bircə dənə seçki deyirəm bəy, o da prezident seçkilərindən başqa, insanlar seçkilərə çox zəif gəlirlər. Abi, heç prezident seçkilərinə də gəlmirlər. Bu sonuncu prezident seçkisində özləri də etiraf elədi ki, biabırçılıq. Osu da Məzun müəllim oradan çıxarır. Yenə də bu oliqarxik sistem özlərinin inzibati gücündən istifadə edib bütün idarə müəssisələri 10%, 15% da olsa gətirdi. Amma digər seçkilərdə insanları gətirmək olmur. Mənim kimi insanlar, mənim seçki kampaniyamla siz tanışdınız. Bax, biraz bu verişdən öncədən bir kaset əlimə keçdi. Baxdım, deməli 24-cü il iyun ayının neçəsində çəkdirmişəm. Şəhərdə bildiniz də siz, o Krasseroda etdiyim mənim çıxışlar, Paşokoda etdiyim çıxışlar, insanlar arasında olan görüşlərim, televiziyada, sizin kanalda, digər kanallarda etdiyim paylaşımlar, nə qədər insanı inandırdım. Mən də bir məntəqəyə, deyək ki, seçkiyə 3000, 5000 adam gətirə bilərəm də. Elədir. Onu da gətirə bildim. O 3000, 5000'in də deyək ki, 90% mənə səs verdi. O səsdə gəldirən 2000, 2500, 3000 səs verdilər də. Amma bu seçkiyə ondan artıq adam gəlməyib bəy. İqtidar nümayəndəsinə ümumiyyətlə səs verməyib. Bugün dəfələrlə mən deyirəm. 20 ildir, 25 ildir, 5 seçkidir. Gəncənin 40 saylı dairəsindən seçilib, Sosial Siyasət Daimi Komissiyasının sədri var. Musa Quliyev, Musa Urut şairdir. Mən ona Musa Urut yox, Musa Qurut deyirəm. Yəni, heç Qurutun da düzgün alınmır. Qurut da çox dadlı yeməkdir ki, Qurut da deyil. Birisi də, insanlar dəfələrlə məni görür. Mənə də o vaxtı telefonunu almışdım ondan. Sonra 2-3 dəfə zəng elədim, telefonunu dəyişdim. Çünki mənim özlərim ona xeyir eləmirəm. O cümlədən Gəncədən seçilən deputatlar var. Bax, bugün də deyirəm. Və mən çox böyük ehtimalla bilirəm ki, bu kanalda sizə baxacaqlar. Hər birini ayrıca deyirəm. Birinci olaraq baxırlar, narahat olmuyor. Özü də mən əlimi silkələmirəm. Mən buradan xəbərdar edirəm. Dəyərli Gəncə şəhərindən seçilmiş və yaxud da təyin olunmuş deputatlar, bu cəmaatın həqiqətən də vəziyyət pisdir. Sizin yanınıza gələn adamlar var, sosial şəbəkədə paylaşım etdiyiniz var. Mən görürəm də, Gəncədə çox olan deputatlar var, adları da saymışam buradan. Neçə dənə deputatlar var. Onlarla şəkil çəkdirən, bir otaqda görüşən, bu yaxınlarda da mənim bir qohumum var görüşüb. Sizdən nə qədər narazıdırlar? Çox narazıdırlar. Gəlirlər, bizim nələ deyirlər? Yola verirlər. Əşi, filan şey eləyərik, qarşılayırıq. Bu insan da, bu Azərbaycan vətəndaşı da bəy, neçə illərdə pis günə qalıb baxır. Mənim otağım var da, bizim qarəcağımız var Gəncədə bilirsiniz. Vallahi bəy, otağımın qapısını açıq qoya bilmirəm. Cəmaat doluşur ki, o qədər öyrənirlər ki, dövlət dairələrinə gələrək qapıda polis durur, qapıda nə durur. Mənim də otağım da şəhərin də yaxşı yerindədir.
Allah partiyamızın belə deyək, ruzusunu bol eləsin. Partiyamız verir qərargahımızın pulu. Mənim Gəncədə qərargahım var. Bəli, Qərargahlar bilirəm. insanlar gəlir və gəlirlər bizə mətəq olurlar ki, ay Salman bəy, hamı gəlir şikayət eləməyə, hamı gəlir dərdini deməyə. Deyirəm, ha qardaş, mən burada problemimizi həll etmək gücündə deyiləm axı. Siz deyirsiniz, onu işıqlandıra bilərəm. Siz deyirsiniz, onu mən Məhtab bəyə yönləndirirəm. Olsa Məhtab bəy də deyirsiniz. Natiq bəy var, vəkili. Natiq bəy vəkilin yanına mən 10 adam göndərmişəm. Mən insanların problemlərini həll etmək gücündə deyiləm. Sadəcə bunu ictimailəşdirmək, bunu cəmiyyətin daha çox bilmək üçün bunu deyə bilirəm. Amma hakimiyyət nümayəndələrinə tutaq ki, birinə zəng eləyirəm də. O da bir də nəfərin işini, o da hələ yaxşı olsa, mən açığı deyirəm, mənlə görüşdə də hamısı dəfələrlə deyirlər, söhbətlərimiz də olur. Dəfələrlə deyirlər ki, Salman bəy, bizim gücümüz xaricindədir. Uzağın maksimum çalışarlar, bir dənə işi həll eləyirlər, bir dənə, o da nə gücünə, nə tər olsa. Salman İmanlı kimi adam o döyüşür, ondan sonra bunu həll edir. Bütün cəmiyyətin işini bəyən biz bu ölkənin padşahıyıq, bəyən bu ölkənin biz deputatıyıq, bu ölkənin icra başlayıq və yaxud ki, prezidentiyik, bunu həll eləyik. Bunu ölkə həll eləməlidir də. İqtidarın vəzifəsi nədir, Mətləb bəy? Dəyərli izləyicilər, iqtidarın vəzifəsi vətəndaşının sosial durumunun yaxşı olması üçün çalışmaqdır. Yox bəy, bizim iqtidarın vəzifəsi, bilirsiniz nədir Salman bəy? Bizim iqtidarın vəzifəsi problemin üzərinə problem gətirmək və Cərməbaycan adlı bir məmləkət yaradıb onu cərimə ilə sındırmaqdır. Bizim hökumətin o hökumatın deyək də, o bizim rəhbərimizdə. Hökumatın bundan başqa işi yoxdur. Cərimə, addım attın cərimə. Nəfəsini dərdin cərimə. Salman bəy, yəni mən sizə bir ironik sual da ünvanlayım. İndi bizi bu müsəlman əhli, yəni biri məşədə gedir, məşədi deyirlər, biri nə bilim həccə gedir, həcci deyirlər. Mən sizə bir ironik sual verim. Bu insan olmaq üçün hara getmək lazımdır ki, bu məmurların heç olmasa gözləri doysun. Yəni bu gözü doymayan bu məmurları hara göndərmək lazımdır ki, bunlar insan ola bilsinlər. Mən doğrudan da o verdiyiniz suallar bəy bugün Azərbaycanın problemlərini o qədər özündə əhatə edir və ehtiva edir ki, mən hamısını qəbul edirəm. Hamısına da bir mənasız şəkildə cavab verməyə hazıram. Amma nə dərəcədə doğru və yaxud da ki, siz də olmaqla izləyicilərimizi razı salacaq, mən onu hələ ki bilmirəm. Mən söyləyeyim bəy. Bugün dostlarımızdan da var, bugün Gəncədə olan dostlarımızda da var. Nətər olur ki, o dostlarımızın bir dənəsi bizim qonşumuz və yaxud da ki, sizin qonşunuz və yaxud da sizin bizim tanıdığımız məktəbdə olan Əsmaya xala, Havva xala deyil və yaxud da ki, Binəli dayı deyil. Gedən hamısı oliqarxlardır, yekələrdir gedir. Oranda 10 min, 12 min xərci var və həccə getməyin. Həccə getmək bəyəm insan olmaq deməkdir. Onda belə çıxır ki, həccə gedənlər, həcə olanlar yaxşı insandır, yaxşı oğlanlardır, yaxşı qadınlardır, xanımlardır. Amma qalanları belədir. İndi çox dəb düşür və o gündə televizorda verirlər. Filan kəs həcidir. Elədimi? Və yaxud da ki, xanımlara da verir. Hacı xanım. Onlar da özünə ləqəb götürürlər. İnsan olmaq üçün hara gedək? Hara başımızı vuraq ki, biz insan olmaq üçün. Mən üzr istəyirəm, mənim fəlsəfəmə görə, mənim həyat baxış fəlsəfəmə görə insan olmaq üçün elə insanların içinə gedib onların qayğılarını həll etməyə çalışmaq lazımdır. Tamamilə doğru. Fikrimiz tamamilə getməkdən məsləhətlidir bəy. Mən həzdə olmamışam bəy. Ümumiyyətlə mən açıq deyim, bu İran dediyimiz, qonşu İran dediyimiz var. Mən bir də İranın sərhədini də o tərəfə keçməmişəm. Amma Azərbaycanla bağlı sağ olsun. Azərbaycanımızda bu işdə dəstək olan heç yaxşı olmadı valla. Şeytanı daşatmadı. Azərbaycanda bu işdə dəstək olan bir neçə Avropa dövlətlərinə getmişəm, bir müxalifət nümayəndəsi getmişəm. Kimi getmişəm? Hakimiyyət nümayəndəsində oturmuşuq və hakimiyyət nümayəndəsində dili dəfələrlə bizim qaldığımız otaqda, etdiyimiz çıxışlarda görüşdüyümüz şəxsiyyətlər və yaxud böyük vəzifəli adamlar Avropanın aparıcı insanlarla görüşmüşük. Hər dəfə onların dili gödək olub. Mən üzr istəyirəm, mən gödək eləməmişəm. Bugünkü vəziyyət özlərinin durumu, özlərinin dilini gödək eləyib. Biz vaxtilə Polşada prezidentlə də görmüşük. Biz vaxtilə Belçikada NATO-nun mənzil qərargahında dolmuşuq. Biz vaxtilə Avropanın bir çox ölkə, Almaniyada dolmuşuq, görmüşük. Mən Almaniyadakı Elba çayıyla bağlı misal da çəkmişəm də. Deyir ki, bu çayın kənarında necə olur ki, burada da onlar çimir, o tərəfdə çimir. Deyir qadağandır. Deyir, axı qadağan yazılan yerdə çimir, qadağan yazılmayan yerdə çimmir cama. Deyir, çünki oradakı Almaniyanın, uzun illər Almaniyanın, federativ Almaniyanın tərbiyə almış insanlardır. Bilirlər ki, orada qadağandır çimmək. Amma bu tərəfdən ya,
Bu tərəfdə Qərbi Sovet cəmiyyəti idi. Sovet Almaniyası idi. Baxmayaraq qadağandır, yenə də orada sümürlər. Amma bu gün Almaniyanın o Union Berlin deyirlər, böyük şəhərləri, amma Sovetin əlindən çıxan o şəhərlər artıq yavaş-yavaş Alman böyüklüyünü, Alman qanunlarını, Almanın təmizliyini artıq özlərində cəmləşdirməyə bacarırlar. Digər xarici ölkələrdir. Danışırsan mətə qalırsan. Hara gedirsən, iqtidar nümayəndəsi sənin yanında durur. Mən çox üzr istəyirəm bəy. İndi yəqin ki, çıxışlarıma baxacaqlar, indi baxırlar, canlı baxırlar, bəlkə də sonradan baxacaqlar. Mən çox şeyləri qınayıram. Amma bu gün əlilləri də yaltaq öyrədirlər. Bu gün belə deyək, müharibə veteranları da yaltaq öyrədirlər. Ən böyük bəy, həmin o təbəqənin yaltaq cibə baxan, ələ baxan öyrətməkləridir. Ən böyük bəlamız odur. Dəyərli həmvətənlər, sizdən ricamız bəyəni paylaşmaq və kanalımıza abunə olmaqdır və Salman bəydən icazə alaraq bir xəbəri sizinlə paylaşım. Avropa İnsan Haqları Məhkəməsi Tərtər işi ilə bağlı 10 bəraət alan hərbiçi barədə kommunikasiya başlayıb. Hər halda xeyirli uğurlu olsun deyək, heç olmasa Azərbaycan cəmiyyətində haqları pozulan insanların bir qisminin də olsa, bir neçə nəfərin də olsa haqlarının bərpası ilə bağlı bir iş görülsün. Digər bir məlumatımız da 38 gün demək ki, İrəvanda, yəni Ermənistanın paytaxtı, indiki bu erməni ləhcəsi ilə Yerevanda qalan nümayəndə heyətidir. Çox təəssüflər olsun ki, bu günə qədər bununla bağlı bir məlumat vermədilər, amma Ermənistan Statistika Komitəsinin verdiyi rəydən sonra artıq hər kəsə bəlli oldu ki, orada 38 gün səfərdə olublar. Nədən bunu gizlətdilər, nədən bu səfər barədə məlumat vermədilər, ona da biz, yəni, o sözün həqiqi mənasında dırnaq arası bir baxış keçirdik. Yəqin Salman bəy də bu barədə fikirlərini bildirəcək. Və bir də elə sualım da bundan ibarətdir, Salman bəy. O, Həzrət Əlinin gözəl bir sözü var, bizim o dini dindarlar yox, dəyərli bacı qardaşlarım, dini darlar. Bu ifadələrdən istifadə etmirlər, çünki özlərinə ziyandır. Həzrət Əlinin gözəl bir sözü var, deyir, insanın niyyəti pisdirsə, onun atdığı ox nə zamansa özünə qayıdacaq. Görün, nə gözəl fəlsəfi bir fikirdir. Bugün elə Salman bəyə də sualım bunun üzərindədir ki, Salman bəy, vətən uğrunda döyüşməyən məmur kəsimi və onun övladları bugün Qarabağın bölüşməsində, əslində bölüşdürülməsində bu qədər cəmfəşanlıq etməsinə münasibətinizi bildirin. Buyurun bəy. Siz Həzrət Əldə misalda çəkdiniz. Əslində çox gözəl dediniz bəy. Deyir, bu sistemdə olan məmurlar, yəni mən bunların 80-85%-ını korrupsioner deyirəm bəy. Ola bilsin, kimlərsə də korrupsiya bulaşmıyorlar, amma onları da rahat salan ola bilsin ki, aldıqları o yüksək məbləğ, yəni Azərbaycanın sıra vətəndaşından 5 dəfə, 6 dəfə, tabislər kimi 26 dəfə yox, 5-6 dəfə yüksək maaşallar, deyək 2000, 2500 nisbətən özlərini saxlayırlar. Ölkədə müəllimlər də var, digər sahənin adamları da var, dövlətdə işləyən xırda çinovniklər də var ki, öz işini düzür, amma yaxşı maaş alırlar. Ola bilsin ki, və yaxud da onları da yoldan çıxarda bilərlər. Yəni bu insanlara tövbə yoxdur bəy. Bunlar nəinki Qarabağ? Qarabağı kim aldı bəy? Dəfələrlə deyirik. Qarabağı Azərbaycan xalqının iradəsi aldı. Qarabağı Azərbaycan xalqının mərd evladları, mərd əskəri döyüşən əskəri. Ona görə də bu xalqa Qarabağın işğalından azad olunmasını bu hakimiyyət bağışlaya bilmir. Bəli. İkincisi, Qarabağda sadəcə olaraq bax dəfələrlə söhbət düşür bəy. Mən heç bir zaman, mən ölkəmdə sevinəm. Onun torpağında sevinəm, onun ali rəhbərliyinə də sayğı ilə yanaşan bir insanım. Qarabağı alan əskərdir, Qarabağı alan ordudur, Qarabağı qəhrəman əskərdir. Sadəcə bu orduya, əskərə rəhbəri eləyən, həm rəhbəri, həm də strateji cəhətdən yol göstərən ölkənin prezidentidir. Prezident tək olsa ölkəni alıb. Danılmaz iş oldu. Çox xeyli indi biz az da olsa siyasi işlərin içərisindəydi. Xeyli təzyiqlər də oldu, amma bütün onlara baxmayaraq. Çünki bilirsiniz niyə? Çünki İlham Əliyev o zaman xalqı arxasında görə bildi, xalqa güvənə bildi. Hakimiyyətinə yox ha, dəyərli həmvətənlər.
xalqa güvənə bildik. Və Bəs bunu mən da və- hakimiyyət xalqa Sentyabrın bağışlamır. 27-sini misal çəkdim və Bakıdakı o azadlıq meydanında olan mitinqi misal çəkdim. İnsanların meydana axışıb Qarabağda döyüşmək üçün cənab prezidentə etdiyi müraciətləri də çəkdim. Bilirsinizmi, xalq özünün dövlətinin başçısına güvənəndə, dövlət başçısı da xalqına güvənəndə uğur əldə olunur. Amma bu məmurlar ki var, bəy, siz deyirsiniz, bunların hiçbirinin evladı müharibədə iştirak eləmir baxın. Mən açığı deyim də, bəy, Polad Həşimov, Allah rəhmət eləsin. Polad Həşimov kim idi? General idi, elə deyil. Bəli, məkanı cənnət. Bundan artıq necə qiymət versin xalq? Xalq olaraq da öz generalını əziz tutur. Onu hansı, onun dəfni mərasimində bəy, Sumqayıtda bizim nələr oldu? Hələ Qəbələni demirəm mən. Qəbələdə bütün rayonun cəmaatı şeylədi, amma Sumqayıtda götürüldü də bəy. Həmin tədbirdə mən iştirak eləmişəm. Xalq öz qəhrəmanını göylərdə saxlayır. Özü general idi də, amma kim idi general? Xalqını sevən bir general. Amma görün başqa bir general oldu mu? Başqa bir polis rəisi oldu mu? Başqa bir açığı deyim, bir nəqliyyat sahəsində işləyən böyük bir adam oldu mu? Çinovnik oldu mu? Abi, JEK müdürünün oğlu getdimi müharibəyə? Getmədi. Bəli, getmədi. Birinci Qarabağ müharibəsində bizi kimlər canımızı qoyduq bu millətdən ötəri. İkinci Qarabağ müharibəsində də sağ olsun millətimiz, sağ olsun xalqımız, ordumuz, əskərimiz getdik, qutardıq da. İnan bilmədiyimiz bir kəndi azad eləsəydik biz dünyanı şükür eləyərdik. Amma bugün Allah'a şükür bütün ərazi bütövlüyümüz bir mənalı şəkildə təmin olunur. Bəli, Və eyni bəli. zamanda biz deyirik ki, hətta indi biz Göyçəyə, Zəngəzura və digər illərə iddialıq açığı deyib. Belə zaman keçdikcə, Bəli, bəlkə bir 10 bəli, il, bəli. 15 il keçəndən sonra bizim əhalimizin vaxtilə Ermənistanı tərk eləmiş 500 min Azərbaycanlımızın oraya qayıtması məsələsini qoyacağıq. Hamısının evləri durur da Göyçədə, Zəngəzurda, digər yerlərdə. Elədim bəy? Bəli. Tarixi torpaqlarımıza biz bu məsələni də qoya bilərik. Yəni demokratiya inkişaf elədikcə həm ölkədə, həm dünyada demokratik dəyərlər uğur qazandıqca biz bu addımı da ata bilərik. Necə olur ki, ermənilərin baş naziri Paşinyan deyir ki, Qarabağ heç bir zaman Ermənistanın olmayıb və yaxud da ki, bizim olmayıb. Siz nətər deyirsiniz? Sadəcə orada ermənilər yaşayıb vaxtilə, bizim xalqımızın içində yaşayıb. 150-200 il Rusiyanın təhriki ilə gəlib bizə köçənlər. Qaldı ki, bəy, o sualınızı cavab olaraq bir də bildirim. Mənim də bir əlavəm olacaq. Onların bəy, vaxtınızı çox alınmıram ki, bəy. Buyurun bəy, buyurun bəy. Nə deyirəm bəy? Ola bilsin ki, mən biraz vaxt aldım. Ola bilsin, bəy, buyurun, mən elə siz danışın. Biz deməli, bəy, gündə danışırıq. bu insanlar Qarabağ torpaqlarının qayıtmasıyla bağlı, ölkə əskərimizin, ordumuzun uğurlarla bağlı nə deyirlərsə dilucu deyirlər. Amma yenidən o geridə qalmış, geri qaytardığımız torpaqların bugün bölüşməsindən bağlıdır. Kim istəyir ki, görə oradan nə qədər çox alsın? Kim istəyir oradan görə nə qədər torpaq mı alsın? Sağ olsun, hər hansı bir özünün obyektlərini çevirsin. Amma vətəndaş olaraq mən, bu vətəndaşın bir müxalif təşkilatının, yerli təşkilatının rəhbəri kimi mən də getdim, gördüm, bizi nə qədər sevindim. Məni kimi sevinən insanlar onlarla, yüzlərlə, minlərlədir. Amma səni qoymurlar axı. Səni də qoymurlar axı ora gedirsən. İmkan vermirlər axı. Yox, bizlər də o vaxt deyirik də. Mən adamlar tanıyıram ki, bəy, vallahi imkanı yoxdur. Dəfələrlə mən sənlə də söhbət eləmişəm də. Sən, hörmətli Mətləb bəy, Həsənli, elədir bəy. Sən özün əslən Qaşqın torpağına, Kəlbəcərdənsən də bəy. Dəfələrlə gedir. Bunu Rusun pulu ver, nə bilim, torpaq bastı pulu ver. Axırdan məcbur olub məni çoban köməkçisi yazıb var ki, Kəlbəcər, görün nə gündəyim. Buradan Amerikaya vizası, nə bilim. Gedə bilən buradan Kəlbəcərə viza yazılır. Azərbaycan vətəndaşı niyə gedib Şuşada bircə saatlıq istirahət eləməsin? Şuşanın o belə deyək, qulağından su içməsin. Mən üzr istəyirəm, Şuşa bizim üçün fövqəladə də deyil. Şuşa kimi bizim maşallah burada Gəncəmiz də var, o vaxtda mən dedim. Tozumuz var, ölkənin Qarabağımız var. Hər qarışımız bizim üçün əzizdir. Qəbələmiz var, elə torpaqlar var, onun üçün var. Amma Şuşa bizim üçün daha əzizdir. Ona görə ki, işğal olunmuş torpaqlarımızdır da. İstanbul'ana getdim ben. Valla bizim suyumuz buradaki suyla oradaki suyun fərqi yoxdur. Amma doğrudan doğru bizim üçün müqəddəsdir ona görə. Bizdən gəlib bir dənə çayçilik yeri 10 manat verəcəksən. Mənim əlavə bir sədə fikrim var, Mətləb bəy. Buyurun bəy. Həyatdan bunu demək istəyirəm. Ölkədə sosial siyasətin həm də korruziya uğramasının səbəbləri də budur ki, bəy. Dəfələrlə deyirlər, bizim şəxs söhbətlərimizdə deyirik. Bugün ölkədə əhali, məsələn, mən digər ölkələrlə müqayisə edirəm, heç bir zaman da Azərbaycanın o pis gününü fəxrlə demirəm. Amma mənim də qarşıma çıxır, zorla adamın gözünə girir, bəy, sosial şəbəkələrdə. Ermənistandakı vəziyyət də deyir, Gürcüstandakını da deyir. Bugün dünyanın ən xoşbəxt 10 ölkəsini, bax, dünən ötən gün mətbuatda, sən mətbuat çox izləyirsən, görəsən, bəy,
10 ölkəsinin adını çəkdilər. Onun 5 ölkəsi Avropanın elə də böyük ölkələri deyil. Dəfələrlə deyir də. Bəli, balaca ölkələrdir. İsveç, Finlandiyadır, elədir bəy. Finlandiyadır, Norveçdir, İslandiyadır, sonra Danimarkadır, digər ölkələr. Ölkələr. Bəli, Rusiya bəy, Rusiya 82-ci yeri tutur. Ermənistan 94-cü, Gürcistan 96-cı, Azərbaycan 112-ci yeridir. Bunu mən demirəm, bəy. Bunu Avropanın statik mərkəzləri deyir. Bəli. Necə olur ki, biz Ermənistana lağ eləyirik? Bizim bugün Gürcistanın 5 milyon əhalisi var, bəy. Amma dövlətdə çalışanların sayı 2 milyona yaxındır. 2 milyona yaxın dövlətdə çalışır. Bizim 11 milyona yaxın, 10 milyon 200 deçə min əhalimiz var, bəy. Amma dövlət sektorunda, dövlət büdcəsindən maliyyələşən adamlarımızın sayı heç 1 milyon da deyil. Dəyərli mətləb bəy, hörmətli izləyicilərimiz, bunu eşidin. Heç 1 milyon da deyil. Deyir ki, 1 milyon 300 min pensiya alır, 1 milyon 600 min yeni iş yerləri açılıb, 1 milyondan da dövlətdə çalışır. Bu dövlətdə çalışanlar, bax, gündə də bəy, özün də görürsən, mən də görürəm, hər gündə sənə, mənə şikayətlər olur bəy, mən vallahi deyirəm, cəmiyyət arasında çıxam, yaxınlaşırlar. Ay Salman bəy, bizi qaz dairəsindən bir 15-20 nəfər işdən çıxartdılar. Deyirəm, nətər, ay bala, ay qardaş, oğluyuz. Dedi, vallahi 20 nəfər iş demədən götürdü, xisara saldı. Sonra kommunalda onlarla adam xisara sarırlar. Digər sahələrdə insanları xisara sarırlar. Mənə deyirlər, onun səsində mənim qohumlarım da var, dostlarım da var, tanıdığım insanlar da var. Siz o dost şey deyirlər, bəy, işə düzəltmə mərkəzi deyirlər. Bəli, dost. Dostdur, nədir bilmirəm, hər nə deyirsə, onu dostluqdan geri qalsın. Onlar sırasında da onlarla adamlar var, mənə müraciət edirlər, hamısını işdən çıxardıblar, ixtisara sarıblar. Deyirəm ki, bəs sən gedin maraqlanmadın ki, səni işdən niyə çıxardıblar? Deyir, valla, hara getsən, icra hakimiyyətinə gedirəm, deyir, iş yerimə gedirəm, tutaq ki, qaz dərəsinə mi, işıq dərəsinə, su dərəsinə, hamısı ixtisara, və yaxud da deyirlər ki, icra hakimiyyətində filan yerdə var, dost ora baxır. Elədi, gedir, orada deyir ki, sənin adını çıxardıblar. Sən bu vətəndaşın vəziyyətindən maraqlanmadan, bunu bilmədən, eləmədən 5 il, 10 il, 9 il, 12 il, 15 il orada işləyən adamı birdən bir ixtisara salırsan, mən başım çıxmır. İxtisara düşməlidirsə, bugün ölkədə o qədər havayı müftə yiyənlər ixtisardır. Hazır müşavirlər, bəlkə də bir nazirliyin 50 dənə müşaviri var. Məhtəb bəy, mən yenə deyirəm, mən burada populist danışma xoşlamıram. Sadəcə çoxdan da danışmıram, bir daha deyirəm bəy. Vallahi gördüyüm, tanıdığım insanlar var. Dostlarım da çoxsu indi, bəlkə də sonradan qulaq asıb deyəcəklər, bəlkə də məni qınayacaqlar. Mənim dostlarım da var, tanışlarım da var, gördüyüm adamlar var ki, hansının evladı, arkadaş, sənin mənim kimi kasıb evladlar, kişilərin də evladları təhsil alır da. Mənim bir oğlum da, qızım da ikisi də ali təhsillidir, elə deyil. Amma heç birinin işini mən rəvan qura bilmirəm, bilsin niyə görə? Qururam, gedib maaş alırlar. Maaşdan artıq bunlar dolanır, maaşdan dolanır. Amma mənim gördüyüm adamlar var, bəy, tanıdığım adamlar. Vallahi bir 6 ay, 8 ay icra hakimiyyətində işləyən kimi, baxıram, o qapısında ilkə bir maşın dayanır. Özü yanaqları da şif, düzəlir, biraz görkəm düzəlir. Möhtəşəm də bir villa tikir gözümün qabağında. Vallahi adını çəkmirəm, amma özləri biləcəklər ki, bu söhbəti kimlər haqqında deyirəm. Yəni gördüklərindən gedir söhbət bəy. Arkadaş, bir ildə oğlu işləyir, ya vergidə işləyir, ya ergidə, ya icra hakimiyyətindən, ya hansıda bir orqan da işləyir. Valla soğuk gözün qapısında bir cip dayandı, ölüm evini altırdı, tikirdi. Aki, bizlər, mən də 40 ildə işləyirəm bəy, 45 ildə işləyirəm, onun neçə əlini bilirsən də, mən də müəllim işləmişəm. İndi pensiya çəmir, söhbət ondan getmir. Söhbət odur ki, bunlar nədən eləyirlər? Özəl sektorlarına görə qovurlar. İxtisar, işçilər var, burada yazıram bəy. Bir idarə məsələlərdə işçilər, hansıda gedirlər, dediyim adamlar var, Cevlə İcra Hakimiyyətində deyirlər ki, biraz səbir edin, görək bir ay, 2 aya bunları bərpa eləyə bilirik mi? Mənim başım çıxmır, bu insanları, sonra sən süpürgəsindən götürüb onu da şey edirsən, nədir onun adı, müəllimləri yoxladığın kimi süpürgəsini də yoxlayırsan, süpürgəsinin də təsir olmalıdır. Süpürgəsini də oradan süpür, buradan süpür, onları öyrətməlisən bir-birə. Yox, o bunların ayaq yolunu yaxşı süpürməyik də, bəy, görünür orada süpürgədə nəsə problem olur. Sənin icra hakimiyyətində, mən icra hakimiyyətinin, bu idarələrin, müəssisələrin qavanından belə keçib, belə gəlirəm, çox vaxt piyada gəlirəm, sənlə doğru dəfələrlə getmişəm. Orada biz nə qədər lazımsız insanlar işləyir? Orada nə qədər dövlətdən özü yüksək səviyyədə maaş alan adamlar işləyir? Bu insanların qarşısına qalındı. İnsanların get bir bazara, biri görün bazara gedirmi? Mən vallahi bilmirəm bəy, mən özüm bazara gedirəm. Mən görürəm, hər şeyi də görürəm, aldığım şeyləri də görürəm.
Yenə də deyirəm, mən bu cəmaət, mən özüm əgər görürəmsə bu biraz çətindirsə, vallah məndən neçə dəfə aşağı olan insanlar var. Bunlar necə də olansın? Mən onu demək istəyirəm. Mən bunun müxalifətçi kimi, yox bir insan kimi, vətəndaş kimi, ziyalı kimi. Mən bir Xan bağında ələkmişəm. Vallah bizim stola bir 40-50 adam gəldi. O Xan bağının yuxarıda takip deyirlər. Bu tərəfdə gəndə Topaz var. Topazın yanından içində oturdum orada da bir 15 dəqiqə orada oturdum bəy. Biz nə qədər adamlar gəlişir? Bax beləcə qarşı taxsan cəmaət arasına çıxsan, elə bilirlər ki, bunların deyirəm ay qaz cəmaət. Baxırsan ya həvəsdən düşürlər, ya sənə qarşı istəyirlər, ya da elə ki sən bunları yola verirsən. Qarşı çıxın da bir cəmaət arasına çıxın da. Çıxın bir cəmaət arasında bir gedin oturun. Gedin bir cəmaatla əyləşin. Görün bunlar nələr çəkirlər. Abi onların çıxacaq sifəti yoxdur axı cəmaət arasına. Çıxıb nə deyəcəklər? Salman bəy, sonuncu sualımı sizə verim. Artıq bir saata yaxın bir dəyərli vətənlər o sözün həqiqi mənasında mən o qədər danışmışam ki, artıq yorulmuşam. Abonentim sağ olsun mənə əvəzlədi və elə bir saatdır artıq. Sonuncu sualımızı da müraciət edək və Salman bəy, bu qədər ölkə başçısı, yəni bu korrupsiya ilə bağlı, rüşvətlə bağlı, ümumiyyətlə bu ölkədə məmur harınlığı, məmur qudurğanlığı ilə bağlı məlumatlar verir. Amma sizə elə gəlmir ki, sanki ölkədə bir paralel hökumət mövcuddur. O paralel hökumət dövlət başçısının sən saydığını say, gör məmur həzrətləri nə sayır. Fikrinə olan münasibətinizi də bilmək istəyirdik. Buyurun bəy. Tamamilə çox gərəkli sualdır bəy. Özü də günün belə deyək, reallığını əks elətdirən sualdır. Bəyət də siz dediniz, vaxtilə Salman bəylə biz burada neçə illər bundan qabaq Ramiz Mehdiyev haqqında danışırdıq. Zaman da demişik, bunu 10 il, 12 il bundan qabaq dəfələrlə də söhbət eləmişik. Bugün də siz deyirsiniz ki, Ramiz Mehdiyevin əleyhinə danışan, onun haqqında növbəyə durulmaq istəyən dövlət televiziyasının da digərlərindən danışan məmurlar var. Onlar sanki özlərini soğurtarlar. Mən bir söz deyim, əgər pis-picə Ramiz Mehdiyevsə, bugün baş nazir Əl-Əsədovun haqqında bir şeylər çıxır. Bugün Azərbaycanda olan məmurların 2 gündən, 3 gündən, 5 gündən bir haqqında onların belə deyək, varidat haqqında, onların var devlətləri haqqında siyahılar çıxır. Ya bunlar nə olsun? Ölkədə həqiqətən də bəy, ikinci bir hökumət yox bəy. Ölkədə bu ülkənin dirçəlməsini istəməyən, bu ülkənin demokratik mühitinin formalaşması, bu ölkədə insanların demokratik seçkilərin keçirilməsini, bu ölkədə ölkənin özünün və onun prezidentinin sevilməsini istəməyən qüvvələr var, təsir edirlər. Qüvvələr var, özü xüsusi qüvvələr bəy. Bugün Ramiz Mehdiyevlər getsə də, Ramiz Mehdiyev tamamilə özü şəxsən zərərsiz adamdır. Amma bütün qüvvəsi hakimiyyətdədir. Bugün Azərbaycanda mən çox təəssüf edirəm ki, bəy, o belə deyək, insanlar arasında yeriçilik salırlar. Bugün Azərbaycanda insanlar arasında belə deyək, seçkilərlə hakimiyyət dəyişikliyin mümkünsüzlüyünü insanlara aşılmağa çalışırlar. Bugün Azərbaycanda həqiqətən də belə gedəcək bu cür olaq var, belə də gedəcək, davam edəcək fikirlərini insanlara aşılayıb, onları ruhdan salmaq istəyən bir qüvvələr var, mövcuddur bugün Azərbaycanda. Doğru. Biz saçımız ağardı, Əhmədlə Bəsi ilə bir yerdə qurban olum. Sən cavan oğlan idin. Redaktor kimi Gəncəyə gələndə yadına gəldin bəy. Tanış olmağımız bizim. 25 il bundan qabaq. 25 il nədir? 28-30 il bundan qabaq. Elədir bəy. Bugün saçımız ağarır bəy. Mən ürəkdən 4 damarımdan əməliyyat olundum. Biz nə vaxt istəyirik ki, mən özüm üçün çalışmıram. Yenə də deyirəm bəy. Mən ömrümə bir gündə qalsa Azərbaycanda demokratiyanın yaradılması üçün Azərbaycanda həqiqətən də dünyəvi dövlət olması üçün çalışacaq, onu istəyən bir insan olacaq. Amma mən istəyirəm ki, Azərbaycan yaxşı olsun. Heç onu görməsən də sonradan, axı mənim ümidim də qalmır, inciyirəm. Bugün hakimiyyətdə olan əgər baş nazirin haqqında o qədər fikirlər çıxırsa, sabah görüntü istefa verəndə nə qədər çıxacaq? Görün, elə olur da bəy, hansısa da naziri olur, sonra da işdən çıxardırlar, sonra deyirlər 2 milyar, 3 milyar getdi. Bunun hamısını ya dövlət birisini keçdiyin, ya hər dəfə də cəmaət ürəyində sevinir, hər dəfə vurulan adamı eşidəndə mən açığı deyirəm bəy, insan, vətəndaş özünün hakimiyyətdəki belə deyək, özünün soydaşına bu qədər nifrət eləyər mi? Azərbaycanda belə şey doğrudan da yaşayır demək. Dünyanın içərisində belə şey yox. Onun hər biri vurulanda biz insanlara qədər sevinir. Amma sevinir deyək ki, onun puluna xalqa biraz çörək verəcəklər, falan getdi. Amma sonra gedir ondan pisi gəlir. Bax, bugün Azərbaycanda həqiqətən də bəy,
Azərbaycanda Azərbaycanı sevməyən, onun gələcək dünyəvi dövlət olmasını istəməyən qüvvələr var, bu mövcuddur. Siz də, biz də, Azərbaycandakı demokratik qüvvələr də, müxalifət də bir yerdə bu qüvvələrin zəhərsizləşməyə çalışır. Mən xalqa burada bir daha müraciət edirəm bəy. Onlar müraciət edeyim. Buyurun bəy, buyurun. Bütün dövrlərdə hər bir xalq özünün hakimiyyətinə, seçki hakimiyyətə cavabdeh olub onun məsuliyyətini daşıyır. Amma çox təəssüf ki, biz nə seçkilik, nə də onun məsuliyyətini daşıyırıq. Təbii ki, hakimiyyətdə olan o dağıdıcı qüvvələr üçün bu çox lazımdır. Sevirsiniz, öz hakimiyyətinizin sevirsinizsə, prezidentini sevirsinizsə, gəlin səs verin, seçin. Özünün istədiyi adam varsa, gəlin səs verin, seçin onu. Vallahi hər şey seçki yolla dəyişir. Və artıq üçüncü dəfə fikrimi bir daha təkrar edirəm. Macaristandakı, ölkənin, dünyanın bir çox yerlərindəki, indahın 7-sində seçkilər olacaq da Ermənistanda, elədir bəy. Düşmən Ermənistan olsa da, bugün orada keçiləcək seçkilər bizi çox ilgiləndirir, elədir mi bəy? Biz Rusiyanın oraya hər hansı bir həmləsindən qorxuruq. Sən niyə görə? Çünki sabah Rusiya Ermənistandakı hakimiyyətə qarşı bir təzyiq etsə, nəsə eləsə, sabah bizim o qaytardığımız torpaqlarımız da burnundan tökəcək. Çünki bu, Rus ayısı o qədər azmandır ki, o qədər həyasızdır ki, o qədər də dünyanın demokratik dəyərlərini vecinə almayan bir orqandır ki, onun başındakı, belə deyək, kimlər oturub görürsün, değil mi? Azərbaycanı təzdən işğal edirlər. Bax, ondan qorxuruq biz. Azərbaycanda nə qədər gec deyil, Azərbaycanın hakimiyyətli, müxalifətli bir arada olub Azərbaycanda demokratik cəmiyyətin qurulmasına çalışmalıdır. Azərbaycan torpaqları işğaldan azad olub, bu hamımızın, başta prezident olmaqla hamımızın qələbəmizdir. Bugün Azərbaycanda demokratiya olsa, bugün Azərbaycanda insanın sosial vəziyyətini düzəltməyə çalışan olan hakimiyyət olsa, vətəndaş da yaxşı olacaq, dövlətinin də razı qalacaq, özünün durumundan da razı qalacaq. Və mən bunu istəyirəm, burada müraciət edirəm xalqıma və bir daha təşəkkür edirəm Mətləb bəy sizə dəvətinizə görə. Çox sağ olun. Hörmətli Turanlı TV-nin tamaşaçılarına təşəkkür edirəm. Mən hesab edirəm ki, təkcə bura birbaşa canlı yayında insanlar baxmayacaq. Bundan sonra da, yəni bunun davamında sonradan da bu efirə paylandıqca buna da insanlar baxacaq, fikirlərini bildirəcəklər və verişin önündə dediyiniz kimi bura qoşulan bizim dəyərli dostlarımızdan, hər gün müzakirələr aparımız dostlarımızdan hörmətli Cavanşir bəyə, hörmətli Ramiz bəyə, digərlərinə, bizə qoşulan insanların hamısına, indi mən adını çəkdim, çəkmədim, bilməm, hamısına təşəkkür edirəm. Azərbaycanımızı Allah qorusun, Azərbaycan vətəndaşının Allah ulusunu versin, Azərbaycanı dağıtmaq istəyən, Azərbaycanın pis günündən çalışan oliqarxların Allah təpəsinə daş salsın, açığı deyirəm mən bunu. Mən qaraqsad eləmirəm, sadəcə o dərəcə gəlib çatmışam ki, artıq bu fikirləri bildirirəm. Allah Azərbaycanı qorusun, Azərbaycan ruzu bərəkətini versin inşallah. Yenə də deyirəm, Azərbaycan nə qədər çətin durumda olsa da Azərbaycan vətəndaşı bir gün özünün haqq səsini də yiyələnəcək. Azərbaycanda həqiqətən də istədiyi adamları istədiyi yerə seçib, onunla Azərbaycanımızı daha da çəkiləcək. Çox sağ olun, var olun bəy. Biz sizə təşəkkür edirik Salman bəy, canlı yayımıza qoşulub suallarınızı cavablandırdığınız üçün.